Salam müəllimlər, hər vaxtınız xeyir olsun, əziz müəllimlər. Biz hal-hazırda 5-ci sinif texnologiya dərsliyinin ilk mövzusuna başlayacağıq. İlk mövzumuz insan həyatında texnologiya. Məmulatların hazırlama mərhələləri mövzusudur. Mövzunu daha yaxşı öyrənmək üçün, daha yaxşı yadda saxlamaq üçün qeydlər götürməyinizi tövsiyə edərdim. Diqqətlə dinləyib qeydlər götürməyi tövsiyə edirəm. Gəlin baxaq mövzumuza. Həyatda hansı ki mövcud olan varlıqlar var, bu varlıqlar iki hissəyə ayrılır. Birincisi, təbiətin bizə bəxş etdikləridir. İkincisi isə insan tərəfindən yaradılanlardır. Gəlin baxaq, təbiətin bizə bəxş etdikləri, təbiət bizə nəyi bəxş edib? Günəşin işıq saçmasıdır, quşların uçmasıdır, yağışın yağmasıdır, qarın yağmasıdır. Bəli, bunlar təbiət tərəfindən yaradılanlardır. Hansı ki, ikinci olan dedi, insan tərəfindən yaradılanlar, insan nəyi yaradır? İnsan ev yaradır, avtomobil yaradır, kitab yaradır, masa yaradır, stul yaradır. Yəni, ətrafımızda gördüyümüz saysız-hesabsız insanın yaratdıqlarını sadalaya bilərik. Bunların ortaq nöqtəsi texnologiyalar dünyasıdır. Bəli, həyatda mövcud olan varlıqlara ayırdıq iki hissəyə, təbiətin bizə bəxş etdiyi, bir də ki, insan tərəfindən yaradılanlar. Bunların hər ikisinin ortaq nöqtəsi nə oldu? Texnologiyalar dünyası oldu. Bəs nədir texnologiya müəllimlər? Gəlin, diqqətlə baxaq. Texnologiya İnsan tərəfindən, bəli, insan tərəfindən nə yaradılır? Masa, paltaryuyan maşın, avtomobil. Baxın, insan tərəfindən yaratdı mı məmulat? Bəli, xidmət yaratdı mı? Bax, bu məmulat və xidmətlərin yaradılması prosesidir. Deməli, nə idi texnologiya? İnsan tərəfindən məmulat və xidmətlərin yaradılması prosesidir. Bəs bunları nə üçün yaradır insan? Bu əşyaları yaradır ki, öz tələbatını ödəsin. Məsələn, bizim tələbatımız nəyə ola bilər? Çörək bişiririk, əllə yoğurmaq çətindir, düzdür? Çörək bişirən aparatları var. Daha sonra soba, paltaryuyan maşın, qab yuyan maşın, toz soran, yəni bir çox sadalaya bilərik. Bu əşyaları niyə yaratdıq? Öz tələbatımızı ödəmək üçün. Müasir texnologiyalar nədir müəllimlər? Müasir texnologiyalar məhsulun emalı. Məsələn, nəyi emal edək? Hər hansı bir məhsul və onun hazırlanmasında, emalı və hazırlanmasında bizə kömək göstərən kənd təsərrüfatı maşınları, yeyinti sənayesi üçün avadanlıq, qaz plitələri, paltaryuyan maşınlar və s. Bunlar müasir texnologiyalardır. Deməli, hər hansı bir məhsulu emal etmək istəyiriksə, hazırlamaq istəyiriksə, məsələn, nümunə götürək çayı. Çayın emalı, onun hazırlanması, hər hansı bir şirniyyatların emalı, onun hazırlanması. Bəli, bax, bunda bizə kömək göstərən hər hansı bir avadanlıqlar, maşınlar və yaxud da ki, bir çox müasir texnologiyaları sadalaya bilərik. Zaman keçdikcə insan yük daşımaq və səyahət etmək üçün nəyi yaradır? Bəli, daşımaq və səyahət etmək üçün nəqliyyat texnologiyasını təkmilləşdirir. Nəqliyyat texnologiyaları nə üçün lazım oldu? Yük daşımaq üçün, səyahət etmək üçün. Və son zamanlar kommunikasiya texnologiyaları sürətlə inkişaf edir. Bəs nədir kommunikasiya texnologiyaları? Kommunikasiya texnologiyaları İstənilən informasiyanı həm uzaq məsafəyə ötürür, həm də uzaq məsafədən ala bilirik. Bəli, kommunikasiya texnologiyaları sürətlə inkişaf edir. Müasir kommunikasiya vasitələrinə nümunə olaraq nəyi deyə bilərik? Televizor ola bilər, radio ola bilər, telefon ola bilər, faks ola bilər, elektron poçt, internet və s. Müasir kommunikasiyalara aid edə bilərik. Gəlin texnologiyanı ümumiləşdirək. Texnologiya dedikdə nə başa düşülür? Texnologiya dedikdə maddənin, enerjinin, informasiyanın dəyişdirilməsi. Deməli, texnologiya dedikdə maddə
enerji, informasiyanın dəyişdirilməsi. İnsanın tələbatını təmin etmək üçün prosesin öyrənilməsinə istiqamətlənmiş fəaliyyət başa düşülür. Bəli, bizim hər hansı bir tələbatımızı təmin etmək üçün proseslərin öyrənməsinə istiqamətlənmiş insan fəaliyyəti başa düşülür. Deməli, istənilən məmulatı hazırlamaq istəyiriksə, bu bir neçə mərhələdən keçə bilər. İlk öncə məmulatın layihələndirilməsidir. İlk öncə layihələndiririk. Sonra onu hazırlayırıq və daha sonra istismar edirik. Deməli, məmulatın hazırlanması hansı mərhələlərdən keçdi? Məmulatın layihələndirilməsi, hazırlanması və istismarı. Hər hansı bir məmulatı hazırlayırıqsa, o hazırlanacaq məmulatın eskizi çəkilir, yəni layihəsi çəkilir. Bəli, birinci dedik ki, layihələndirmədir. Layihələndirmədə də nə iş görürük? Eskiz çəkirik. Gələcək məmulatın üstünlüklərini və çatışmazlıqlarını yazılı surətdə təhlil edirik. Hər hansı bir məmulatı hazırlayırıqsa, onun hansı üstünlükləri var, hansı çatışmazlıqları var. Bax, bunları yazılı surətdə təhlil edirik. Və ən səmərəli yol hansıdırsa, səmərəli olanı seçirik. Məmulatın seçilmiş variantı üçün texniki sənədləşmə, yəni layihələndirmə işlənib hazırlanır. Seçdiyimiz variant üçün layihə hazırlayırıq, yəni texniki sənədləşmə işləyib hazırlayırıq. Sonra nə edirik? Keyfiyyətli pəstah seçirik. Keyfiyyətli pəstah seçirik. Bəli, bəs pəstah nədir müəllimlər? Pəstah hər hansı hazırlanacaq detal üçün seçilmiş müəyyən ölçülü materialdır. Məsələn, bu müəyyən ölçülü materialdır. Biz bunu hissələrə ayıraraq xırda-xırda detallara bölə bilərik. Və yaxud da ki, bunu parça kimi təsəvvür eləsək, biz məsələn köynəyin ön hissəsini detal olaraq çıxara bilərik. Nədən? Pəstahdan. Bir də baxaq müəllimlər, pəstah hazırlanacaq detal üçün, bax, hazırlayacağımız detal budur. Məsələn, köynəyin ön hissəsi, səliqəsiz çəkə bilərəm, üzürlü sayı. Köynəyin ön hissəsi detaldır da, düzdür və yaxud da ki, qol hissəsi. Qol hissəsi detaldır da, düzdür. Bu detal üçün, daha doğrusu, müəyyən ölçülü materialdır pəstah və biz ondan kiçik detallar, bir və yaxud da bir neçə detal ala bilirik pəstahdan. Bəli, pəstahın ölçüsü detalın ölçüsündən böyük olmalıdır. Bəli, baxın, bir pəstahdan biz bir neçə qol çıxara bilərik. Köynə üçün qol çıxara bilərik. Düzdür? Daha səliqəli istifadə etsək, yəni bir neçə köynəyin ön hissəsi və yaxud da ki, qol hissəsi və yaxud da ki, arxa hissəsi, yəni ala bilərik. Deməli, buradan belə başa düşdük ki, pəstahın ölçüsü, bəli, pəstah budur, detalın ölçüsündən necə olmalıdır? Böyük olmalıdır. Bir pəstahdan təkcə bir hissəmi ala bilirik? Xeyr. Bir pəstahdan bir və ya bir neçə detal ala bilirik. Deyir ki, müəllimlər, detalların məmulat halında birləşdirilməsinə yığma deyilir. Bu nə deməkdir? Məsələn, yenə bunu parça kimi təsəvvür eləsək, bu pəstahdır, düzdür? Buradan biz qol, arxa hissəsi, köynəyin arxa hissəsi, ön hissəsi detal ayırmışıq, düzdür? Bunları bir-birinə birləşdirsək, nə olacaq? Yığma. Və yaxud da ki, şkaf üçün detallar var. Biz bunu pəstahdan almışıq, düzdür? Onları birləşdirdik bir-birinə. Nə oldu? Yığma. Deməli, detalların məmulat halında birləşdirilməsinə nə deyildi? Yığma. Detalların məmulat halında birləşdirilməsinə. Pəstahın məmulata çevrilməsi texnoloji prosesi ciddi şəkildə uyğun olmalıdır. Bəs nədir texnoloji proses? Deyir ki, pəstahın məmulata çevrilməsi, bu pəstahdır, təsəvvür edək. Bu da bizim məmulat.
Bu da bizim məmulat. Pəstahın deyir məmulata çevrilməsi texnoloji prosesə ciddi şəkildə uyğun olmalıdır. Gəlin görək texnoloji proses nədir? Pəstahın ilk halı necədir? Sadəcə müəyyən ölçülü bir materialdır da, düzdür? Pəstahın ilk halından hazır məmulat əldə edilənə qədər onun üzərində görülən işlərin nizamlı ardıcıllığıdır. Bəli, ilk halından hazır məmulat əldə olunana qədər üzərində görülən işlərin nizamlı ardıcıllığıdır. Texnoloji proses. Məmulatın hazırlanma prosesi bir neçə texnoloji əməliyyatdan ibarətdir. Bəs gəlin görək, texnoloji əməliyyat nədir? Texnoloji əməliyyat nədir? Məsələn, biz oduncaqdan nəsə hazırlamaq istəyirik, düzdür? Biz onu mişarlayırıqsa, burada əməliyyat aparırıq. Deməli, pəstahın mişarlanması nə oldu? Texnoloji əməliyyat. Daha sonra biz əgər şurup bağlamaq istəyiriksə, deşiyi açırıqsa, bəli, bu da texnoloji əməliyyatdır. Əgər oduncağın üzərini cilalayırıqsa, texnoloji əməliyyatdır. Rəngləyiriksə, texnoloji əməliyyatdır. Texnoloji proseslə texnoloji əməliyyatı çaşmırıq. Texnoloji proses pəstahın ilk halından son halına kimi, hansı ki hazır məmulat əldə edilənə qədər, üzərində hansı ki görülən işlərin nizamlı ardıcıllığıdır. Amma texnoloji əməliyyat isə mişarlama, deşiklərin açılması, məmulatın cilalanması, rənglənməsi və s. Pəstahın emalı və məmulata çevrilməsi üzrə əməliyyatların ardıcıllığı xüsusi marşrut xəritələrində və texnoloji xəritələrdə yazılır. Deməli, ardıcıllıq harada yazılır? Marşrut xəritələrində və texnoloji xəritələrdə. Bəs bunların bir-birindən fərqi nədir? Texnoloji xəritə ilə marşrut xəritəsinin fərqinə baxaq. Marşrut xəritəsi, məsələn, bizim yaşadığımız yerdən hər hansı bir istiqamət üzrə gediriksə, avtobusla, belə deyək, müəyyən marşrut üzrə hərəkət edir və lazım gələn dayanacaqlarda dayanır, düzdür? Sadəcə burada ardıcıllıq var, icra ardıcıllığı var. Avtobusun gedişi və yaxud da gəlişi sadəcə ardıcıllıq var. Amma texnoloji xəritədə bu ardıcıllıq ətraflı yazılır. Hər bir əməliyyatın icrasında pəstahın qrafik təsviri verilir. Qrafik təsviri növbəti dərsimizdə keçəcək. Eskiz ola bilər, çertiyoj ola bilər, texniki təsvir ola bilər. Bəli, hər bir əməliyyatın icrasında qrafik təsvir verilir. Daha sonra alətlər qeyd olunur, tərtibatlar qeyd olunur. Baxın, marşrut xəritəsində sadəcə əməliyyatların icra ardıcıllığı, texnoloji xəritədə isə bu ardıcıllıq həm ətraflı yazılır, həm qrafik təsvir verilir, həm alətlər, həm də tərtibatlar qeyd olunur. Birinci mövzumuz bu qədər müəllimlər. Gəlin diqqətlə baxaq nə öyrəndik. Öyrəndik ki, həyatda mövcud olan varlıqlar iki cür oldu. Hansılardır? Qeyd eləyərsiniz öz üçün. Texnologiya nədir? Biz əşyaları nə üçün yaratdıq? Nədir müasir texnologiya? Müasir texnologiyalara nələrə aiddir? Nəqliyyat texnologiyaları nə üçündür? Kommunikasiya texnologiyaları müasir kommunikasiya vasitələrindən nələr aiddir? Bax, bunları özümüz üçün sadalaya bilərik. Məmulatın hazırlanma mərhələləri hansılardır? Ardıcıllıq necədir? Pəstah nədir? Pəstahla detalın fərqi nədir? Yığma nədir? Texnoloji proses nədir? Və texnoloji əməliyyat nədən ibarətdir? Və bir də pəstahın emalı və məmulata çevrilməsi. Bax, burada əməliyyatların ardıcıllığı harada yazılır? Marşrut və texnoloji xəritələrdə yazılır və onların bir-birindən fərqi nədir? Texnoloji xəritə ilə marşrut xəritələrinin bir-birindən fərqi nədir? Bunları özümüz üçün refleksiya edə bilərik. Sağ olun, müəllimlər.